fasiləsinə çıxmalıydım. Sizə də öncədən demişdim ki, reklama çıxacağıq. Amma bu gözəllik, bu Azərbaycan musiqisinə verilən yeni nəfəs o qədər bizə gözəl təsir etdi ki, mən dedim, yox, bir təşəkkür edək dostlarımıza. Sarı Sim qrupu, çox minnətdarıq sizə. Var olun. Azərbaycan üçün görün nə qədər dəyərli sənətkar yetişir. Çox sağ olun Müsadə xanım. Mən bunları sizə bir təqdim edeyim də. Yəni bunlar bizim gözəl gələcəyimizin çox parlaq ifaçılarıdır. İnşallah. Tərlan Fətəliyev bizim Şizat qardaşımızın Balaban gözəl ifaçısı. Onun qardaşı oğludur. Bizim gözəl tələbəmizdir. Qandan candan gəlir deməli. Səxavət Məmmədov bizim qazimizdir. Axıncı müharibədə maşallah, Allah ömür versin. Sədi Məmmədzadə bizim çox istedadlı tələbəmdir və qeyd edim ki, çox götürümlü, çox ürək istedadlıdır. Hilalı çox tanıyırsınız. Kamilə Hilal məşhurdur. bizim Kamilə Nəbiyevanın da qardaşıdır. Onlar hamısı yəni İnsiat Universitetində tələbələrimdir. Əvəzağa və Səməndər Hacızadə. Bunlar ikisi qardaşlar. Uşaq vaxtından da bunlar da yəni efirlərdə çox müsabiqələrdə nailiyyətlər olublar. Bugün də hər ikisi kurs fərqləri var. Maşallah. Səməndər bir yaş böyükdür. Sənan da bizim Nəzikət Hafızın həm qohumudur, həm yerlisidir. Heç özü bilmir amma çox istedadlı tələbəmizdir. Mən Ayxanı keçirəm Nihada. Nihat da bizim tələbəmizdir. Yenə gözəl. Nihat Mustafalı çox istedadlı tələbəmizdir. Maşallah. Yəni bunlar hamısı İnsiat Universiteti tələbəsidir. Yeganə Ayxan Məmmədov da mənim Astrozenalı adı kollecdə tələbəmdir ki, çox istedadlıdır maşallah. O da yəni hesabımızı götürür ki, birinci kursda tələbə 4 muğam öyrənir, o 8 muğam öyrənib. Maşallah, bu qədər götürümlük qabiliyyət. Hər biri fərqli, çox istedadlıdırlar. Məsələn, Hilalın başqa bir üstünlüyü var, məsələn, Tərlanın, Səxavətin, Sədinin, hər birinin maşallah. Təbii ki, gözəl deyilləri hərəsinin öz naxışı olmalıdır və olacaq da əminik ki. Çox çalışqan tələbələrdir. Yəni bunları mən çox istəyirəm. Sizə təşəkkür edirik ki, onları bax belə doğru düzgün yolda təlimləndirirsiniz, maarifləndirirsiniz. Reklam fasiləsinə qaydırıq. Reklamlardan sonra yenə də bax belə möhtəşəm qarşınızda olacaq. Gözünüz qısınız.
Ay maşallah. Çox təşəkkür edirik.